Almaniya Xarici İşlər Naziri Sigmar Gabriel Birləşmiş Ştatlardan Türkiyədə İncirli hərbi bazası ilə bağlı yaşanan mübahisələrdə dəstək istəyib. Azvijnaz Reutersə istinadən xəbər verir ki, Gabriel bu istəyini Birləşmiş Ştatlar dövlət katibi Rex Tillersonla görüşü zamanı dilə gətirib. Gabriel qeyd edib ki, onlar yenə Türkiyə ilə danışıqlarda Amerikalılardan kömək istəyiblər. NATO üzrə tərəfdaşlar arasında tərəflərin bir-birinə təzyiqlər göstərməsi isə ümumilikdə görünməmiş haldır. Qeyd edək ki, daha əvvəl Türkiyə rəsmiləri Alman deputatların İncirli hərbi bazasında olan Almaniya hərbiçilərinə baş çəkmələrinə icazə verməmişdi. Buna cavab olaraq Almaniya kansleri Angela Merkel İncirli aviabazasına alternativ axtarmaq məcburiyyətində olduğunu bəyan edib.